Həftənin ilk iş günündə, bazar ertəsində və fevral ayının 3-də hər birinizi salamlayırıq Sağlam Radioda. Martın 3-də, üzr istəyirəm, və hər birinizi salamlayırıq. Təbii ki, Sağlam Radiodan, Sağlam Təhsildən sizinlə Samirədir və əlbəttə ki, bugün də bu həftə boyunca da təbii ki, biz təhsildən danışacağıq, təhsildə olan yeniliklərdən və təhsil sahəsində, sferasında çalışan bizim pedaqoqlarımızla, təlimlərimizlə təbii ki, sizi tanış edəcəyik. Bugün də yeni tanışlıqlardan biri olacaq. Deyim sizə ki, bugün Knowledge Akademinin PR və həm də marketinq direktoru Səbinə xanım Muradova studiyamızdadır. Bir salamlayım bugünkü qonağımızı, daha sonra artıq keçid alam söhbətimizə. Xoş gəlmisiniz Səbinə xanım. Təşəkkür edirəm dəvət üçün. Xoş gününüzə gələk. Səbinə xanımın keyfi necədir? İlk həftənin günündə adətən necə olursunuz? Bəzilərində məsələn bazar ertəsi sindromu olur. Məndə bu yoxdur. Ümumiyyətlə heç vaxt da olmayıb sözün düzü. Nə tələbə vaxtı, nə də işlədiyim zamanda. Yəni bu sindromu yaşamamışam. Əla. O zaman biz sizi həm də geniş bir şəkildə dinləyicilərimizə tanışdıraq. Görək Knowledge Academy dedikdə əsasən hansı akademi nəzərdə tutulur? Ümumiyyətlə necə bir təhsil mərkəzidir bu? Başlayaq. Deməli, qısa bir özət keçim necə deyərlər. Knowledge Academy əslində kiçik bir test layihə kimi yaranmışdı. Bir neçə ay bundan əvvəl, bir neçə ay dediyimizdə 6 ay bundan əvvəl yaranmışıq. Yəni bu sahədə yeniyik. Amma zaman keçdikcə bu komanda, 3 nəfərlik komanda artıq böyüyür və artıq bir tədris platformasına çevrilmişik. Və artıq genişləndirmişik. Bəli, fəaliyyətimizi genişləndirmişik. İxtisas Səbinə xanım, siz pedaqoqsuz, İxtisasca bəli, əslində mən Slavyan Universitetini bitirmişəm, Rus dili filologiyası üzrə. Filoloqa magistraturanı da orada bitirmişəm. İkinci magistrımı isə Moscow Business School-da bitirmişəm. Orada artıq PR və marketinq üzrə. Əla. Demək ki, tədricən hiss elədiniz özünüzdəki bir idarə etməklə də məşğul ola bilərsiniz. Bu potensial sizdə var. Əslində idarə etmə potensialını məndə illər öncə hiss eləmişdilər. Kəşf eləmişdilər. Elmlər Akademiyasında çalışarkən Azərbaycanşünaslıq şöbəsinin müdiri olmuşam. İlk idarəçiliyim oradan başlayıb. Yeni tanıdıqca artıq dərinliyinə qədər gedirik. Buyurun. Sonra özüm jurnalist olaraq fəaliyyət göstərmişəm media sahəsində. Oxu az, Insider az, Gün az belə bir saytlarda çalışmışam. Bir ara hətta Yurt TV-də də çalışdığım olub. Mediada çalışmısınız? Bəli, əvvəlcə mediada olub. Sonra isə PR sahəsinə keçmişəm və mənə elə gəlir ki, ən sevdiyim sahə elə bu idi və mən buna can atırdım və artıq mən yerimdəyəm. Düşünürsünüz ki, ən yaxşı bu sizdə alınır. Bəli. Nə gözəl. Maraqlıdır. İncəliklərinə qədər biz imkan olacaq təbii ki, toxunmağa, işinizlə bağlı, peşənizlə bağlı, amma indi mərkəzlə bağlı sizdən məlumat alaq. Dinləyicilərimizə də təbii ki, maraqlıdır ki, Knowledge Academy dedikdə nəyi nəzərdə tuturuq? Çox böyük məmnuniyyətlə məlumat verərəm bu haqda. Deməli, Knowledge Academy xarici dillər tədris olunduğu bir mərkəzdir. Bundan başqa bizdə xaricdə təhsil xidməti də mövcuddur və həm Azərbaycanda, həm xarici universitetlərdə imtahanlara hazırlaşan, dil imtahanlarına hazırlaşan tələbələr üçün hazırlıq qruplarımız var. Bura həm IELTS, həm TOEFL, həm də ki, çox böyük belə qürurla demək istəyərdim. Bizim mərkəzimiz dekabr ayında, keçən ilin dekabr ayında bizim Dövlət İmtahan Mərkəzi ilə müqavilə bağladı və bu müqaviləyə əsasən biz Cambridge Universitetinin Cambridge English Communication imtahanlarına hazırlıq mərkəzi, rəsmi olaraq hazırlıq mərkəzi statusunu aldıq. Yəni bu bizim üçün əməkdaşlıq başladı. Bəli, əməkdaşlığımız başlayıb və qruplarımız da artıq yaranıb bu imtahanlara. Hələ ki bu ölkə ilə başlamısınız, ola bilər ki, bəlkə də genişləndirərsiniz. Əslində ölkələrlə deyəndə ki, bizim yayda planlayırıq yay məktəblərinə tələbələrimizi göndərməyi və artıq bir neçə Türk Universiteti ilə də müqavilələr üzərində işləyirik. Yəni ən çox Avropa ölkələri, mən belə başa düşdüm. Dediniz ki, daha çox xaricdə təhsillərini almaq üçün, davam etdirmək üçün tələbələr sizə üst tutur. Birinci olaraq xarici dilləri öyrədilməsi ilə bağlı hansı xarici dillərdir? Yəni əslində Səmrə xanım, biz xarici dillərə başlayanda, bu platformanı yaradanda, mərkəzi yaradanda sadəcə ingilis, rus və alman dili üzərindən başladıq çalışmağa. Amma sonra zaman keçdikcə müraciətlər əsasında bunu genişləndirmək qərarına gəldik. Çünki artıq bizə sadəcə alman, ingilis və rus dili üçün müraciət etmirdilər. Həm türk dili üçün müraciət edirlər, həm çin dili üçün, həm koreya dili üçün və biz artıq bu dillər üzrə də kurslarımızda qruplar yaratdıq və bunların
dillərinin tədrisinə başladıq. İndi isə hazırda isə fransız dili üzərində çalışırıq, çünki buna görə də müraciətlər başlayıb. Həm də məqsəddən asılıdır da, yəqin ki, Bəli, Səbinə məqsəddən xanım, asılıdır. Çünki nəyə bax, görə? məsələn deyirik ki, bu dilləri öyrənmək üçün də, dilləri öyrənməyin də məqsədləri fərqli olur. Kimisi təhsil üçün öyrənir, kimisi sırf işində irəliləmək üçün öyrənir. Bəzi insanlar isə sadəcə hobbi olaraq öyrənir. Elə insanlar da var. Məsələn, bir xarici dili var, ikinci xarici dili də hobbi olaraq öyrənir özü üçün. Amma əsasən sırf belə təcrübələrə əsasında biz baxırıq, analizlərə görə görürük ki, ən çox təhsil üçün və ikinci növbədə karyera üçündür. Bəli, mən də belə düşünürəm ki, xüsusən məsələn Türkiyəni seçmək istəyirlərsə, bizim orada artıq xüsusi imtahanlara hazırlıq var. Bəli. Onların TYS-si var, YDS var, TÖMər var. Bu şeylərə hazırlıq, imtahanlara hazırlıq qruplarımız. Səbinə xanım, daha geniş istəyirəm məlumat almaq. Neçənci sinifdən artıq qəbullar başlanır? Bax, hazırlıq dərsləri başlayır. Necə keçirilir bu dərslər? Onlayn formatda keçirilir, yoxsa normal, yəni təlim üzrə formada necə həmişəki kimi də? Əslində Səmrə xanım, deməli təhsilimiz bizdə, tədris proqramımız bizdə həm onlayndır, həm offlayn var. Yəni hər iki. Yəni ümumiyyətlə təhsil dedikdə bizim məqsədimiz başlayanda da əsas məqsədimiz öyrənməyi, əsasən də xarici dilləri öyrənməyi əlçatan eləmək idi. Çünki məncə istənilən işdə birinci görüləsi və birinci ediləsi şey onun əlçatanlığını yaratmaqdır. Bunun üçün də həm onlayn dərsləri düşündük, həm offlayn dərsləri üstünlük belə qruplarımızı yaratdıq. Bundan başqa elə insanlar var ki, məhdud zamana sahib olur bir dili öyrənmək üçün. İmtahan verməlidir və yaxud da ki, işində irəliləmək üçün məhdud bir zamanı var. Onlar üçün isə intensiv dil kursları, qrupları təşkil etdik. Yəni bizdə 3 formatda gedir. Bundan başqa həm fərdi, həm qrup şəklində. Yəni mümkündür məşğul olmaq və bu praktikaya daha çox üstünlük verdiyimiz üçün, canlı ünsiyyətə, praktikaya daha çox üstünlük verdiyimiz üçün bizdə kurslarımızda, yəni tədris mərkəzimizdə conversation klublar təşkil olunur və hətta biz artıq sinema günləri, Sinema Akademi adlı bir belə klub yaradırıq və orada sinema günləri də təşkil edirik. Yəni bu həm də xarici dil öyrənmək üçün daha yaxşı bir vasitə də deyirsiniz, bəli. Bu cür metodikadan da istifadə edirsiniz. Əslində öyrənəcəm birazdan təbii ki, metodikanız necədir? Çünki hər kəs onu ancaq sual verir yəqin sizə ki, nə qədər qısa bir müddətdə mən öyrənə bilərəm. Siz də söylədiniz ki, ən çox verilən sual. Ən çox verilən sualdır və içəri girirlər. Birinci sual olur ki, mən ingilis dilini, mən alman dilini, mən rus dilini nə qədər müddət öyrənə bilərəm? Bunun müqabilində bax siz nəyi soruşursunuz onlardan? Baxın, indi iş burasındadır ki, istənilən bir şeydə iki tərəfli olmalıdır bu proses. Yəni yaxşı müəllim ola bilər, amma qarşısında oturan tələbənin götürmə qabiliyyəti və yaxud da ki, bunu dərk etmə qabiliyyəti biraz fərqlidirsə, təbii ki, orada problemlər yaşanacaqdır. Ona görə də ilk olaraq biz nə edirik? Tələbə ilə görüşürük. O tələbədə sınaq dərsi keçirilir, ücretsiz, ödənişsiz sınaq dərsi keçirilir. Tələbəyə testlər verilir. İlkin olaraq onun dil səviyyəsi müəyyən edilir ki, onun dili hansı səviyyədədir. O səviyyədən sonra artıq müəllimimiz onun üçün proqram təşkil edir. Yox, birinci həm də maraqlanmaq lazımdır ki, bu nə məqsədlə öyrənmək. Çünki bir var danışıq dili, bir də var ki, bayaq söylədiyimiz kimi təhsilinlə bağlı. Təhsil ola bilər, onun zamanı məhdud ola bilər bunu öyrənmək üçün. Amma orada hər şey, Səmrə xanım, nədən asılıdır? İntensivlikdən öyrənmək üçün, dərslər və müntəzəm olaraq öyrənmək üçün. Bəzi insanlar düşünür ki, həftədə 2 ya 3 dəfə gəlirəm müəllimin yanına, 1 saat, yarım ya saat, 1 saat oturdum, öyrəndim, çıxdım, getdim evə və artıq mənə deyirlər 3 ay öyrənə bilərsən, mən bu 3 ayın sonunda ingiliscə danışacağam. Elə deyil. Əgər siz bir xarici dili öyrənirsinizsə, onunla minimum gün ərzində 20 dəqiqə məşğul olmaq lazımdır. Yəni bu proqramdan kənar özün də eləməlisən. Ev tapşırığı kimi. Bəli, özün də eləməlisən bunu. Təkcə hər şeyi müəllimin boynuna yıxmaq olmaz. Yəni hər şey müəllimdən gözləmək olmaz. Hər şey, çox şey də tələbədən asılıdır. Dediniz ki, offlayn həm də ki, onlayn şəkildə tədris davam edir. Mən indi sizdən onu soruşmaq istəyirəm ki, yəni keyfiyyət eynidir də. Eynidir, keyfiyyət eynidir. Ev tapşırıqları olsun, kitablar olsun, hər şey eynidir. Biri var ki, insan var ki, deyir ki, mən təmas istəyirəm də, bir göz-gözə baxmaq istəyirəm. Məsələn, bu kompüterin arxasından necədir? Səmrə xanım, o da yenə də qalır tələbə ilə müəllimin münasibətdə, ünsiyyətdə ilkin olaraq
vaxt danışığından asılıdır. Məsələn, elə tələbə var ki, bunun zamanı yoxdur sadəcə gəlmək. Və ya da ki, bizim Kanadada yaşayan tələbəmiz var. Hollandiyada yaşayan tələbəmiz var və biz onları bura gətirəm və İstanbulda yaşayan tələbəmiz var. Onlar təbii ki, onlayn keçəcəklər. Elə tələbəmiz var ki, deyir mən sadəcə 8-dən sonra otura bilirəm, 9-dan sonra otura bilirəm. Onlar təbii ki, onlayn olur. Məsələn, dedim ki, indi hal-hazırda bax bu günlərdə elə ən yaxşı tədris elə onlayn təhsildir. Əslində bilirsiniz necə bu onlayn təhsili bizə pandemiyadan sonra hər şey onlayna keçdiyi üçün hamımız alışdıq bu çox da özün doğrultudur deyimsə ki, bəli. Vaxt itirmirsən, necə deyirlər, isti çay və yaxud isti kofe içə-içə dərs komfort zonasından çıxmadan oturub öyrənirsən. Amma insan da var ki, bayaq da söylədiyim kimi fərdi şəkildən də istəyir, amma canlı qrup şəklində də. Təbii ki, o məsələn elə insanlar var ki, deyir ki, mən istəyirəm ki, ətrafdakı qrupdakı uşaqlarla bərabər ünsiyyətdə olun və bir-birimizin necə deyirlər, dilimizi açaq. Bilirsiniz necə, əslində o insanlar rəqabət qabiliyyətli insanlarlar və rəqabətdə daha çox öyrənirlər. Hər şey insanın öz xüsusiyyətlərinə də bağlıdır. Aydındır. Birazdan öyrənəcəyik, görək Knowledge Akademiyada məhz bu dil kursları ümumiyyətlə necə aparılır, hansı metodikalardan istifadə olunur. Təbii ki, Avropa təcrübəsi də yəqin burada öz sözünü deyəcək və bunu Səbinə xanımdan öyrənəcək. İstəyirsiniz əlaqə nömrəsini deyə bilərsiniz. Əgər kursa yazılmaq istəyənlər hal-hazırda bizə qulaq asırlarsa. Bəli, təbii ki, deyərəm ki, böyük məmnuniyyətlə. Buyurun. Kursa yazılmaq istəyənlər həm saytımızdan, həm sosial şəbəkə platformalarımızdan istifadə edərək yazıla bilərlər. Bundan əlavə olaraq nömrəni də deyim: 050 203 0983. Bax belə, əlaqə saxlaya bilərsiniz. Veriliş müddətində biz bir dəfə də Səbinə xanımdan telefon nömrəsini istəyəcəyik. Amma hələ ki sponsorlarımız haqqında yavaş-yavaş danışmaq istəyirəm. Sağlam təhsil, daha yaxşı gələcək buradan başlayır. Proqramımızın sponsoru Ən Tədris Mərkəzidir ki, hansı ki, Azərbaycanda innovativ metodlara beynəlxalq təhsil imkanları təqdim edir. Mərkəz beynəlxalq sertifikatlı ingilis dili kursları, riyaziyyat EKT, müasir tədris metodları və müəllim hazırlığı proqramları ilə tanınır. Və təlimlər də təbii ki keçirilir. Təlimlərin sonunda iştirakçıları Beynəlxalq TEFL Təlim İnstitutunun New York baş ofisi tərəfindən təsdiq edilmiş sertifikat təqdim olunur. Əlaqə nömrəsini deyirəm 050 daha doğrusu 312 1343. Təkrar edirəm 050 312 1343. Çinar Park Biznes Mərkəzi Instagram səhifələri @education. Və söhbətimizi davam etdiririk Səbinə xanım Muradova ilə. Sağlam təhsil. Biz sizə hər şeyi öyrədəcəyik. Knowledge Akademinin PR həm də eyni zamanda marketinq direktorudur və söhbətimizi ümumiyyətlə xarici dillərlə bağlı davam etdirmək istəyirəm. Uşaqlar, böyüklər, məsələn, eyni səviyyədə proqramları mənimsəyirlər. Ümumiyyətlə necədir sizdə metodika? Yəni Səbinə xanım, məsələn bizdə mərkəzdə 7-dən 77-yə hamı üçün metodika təşkil edilir. Yəni dərslər təşkil edilir. Bu isə o deməkdir ki, yenə qayıdıram söhbətin əvvəlinə, nə zamana, nə qədər zamana biz dili öyrənə bilərik. Optimal variant olaraq 3 aydan 6 aya qədər götürülür. Yenə də burada deyirəm, şəxsi xüsusiyyətlərdən çox şey asılıdır. Metodikaya gəlincə isə fərdi yanaşma bizdə ən çox üstünlük verilən faktordur, amildir və insanın öyrənmə istəyinə, öyrənmə məqsədinə uyğun olaraq metodika təşkil olunur və dərslər başlanılır. Burada biz çox zaman, daha doğrusu əsasən Cambridge Universitetinin kitablarından istifadə edirik, dərsliklərindən istifadə olunur və çətin olmur Səbinə xanım. İlk vaxtlarda heç olmasa. Nəyə? Ümumiyyətlə, yəni tədris bəlkə biraz çətin gələ bilər, alışmadıqları. Əslində ilk çətin olan mənə oldu. Çünki mən tamamilə birdən-birə sahəmi dəyişdim. Yəni tamamilə fərqli bir jurnalistikadan təhsil sahəsinə keçdim. Yəni biraz mənə çətin olduğu kimi keçid biraz çətin oldu və mən özüm onlarla bərabər öyrənməyə başladım. Və bu sahənin nə qədər geniş, nə qədər maraqlı, nə qədər həqiqətən dəstəyə ehtiyacı olan bir sahə olduğunu anladım. Yəni belə deyərdim. Çətin olur deyəndə ki, yenə də deyirəm, şəxsi xüsusiyyətlərdən asılıdır. Bəzi insanlar hazırlıqlı gəlir. Bazası var, bunun xarici dil bazası. Bəzi insanlar isə sıfır baza ilə gəlir.
və orada təbii ki, metodika fərqli olur. Və ən əsas da təbii ki, fərqləndirən xüsusiyyətlər yəqin ki, mərkəzin digər mərkəzlərdən fərqi də var ki, ən çox da üstünlüyü ona görə sizə verirlər. Mən istəyərdim bəlkə bunu deyəsiz bizə, izah eləyəsiz. Mənim üçün bizim məsəl üçün mərkəzin ən böyük bəlkə müəllimlərlə bağlıdır bu. Yəni bizim mərkəzin ən böyük üstünlüyü odur ki, biz sırf müəllimlərimizi seçərkən peşəkar müəllimlər seçirik və müxtəlif yaşlarla işləməyi bacaran müəllimləri seçirik. Yəni bəli, müxtəlif səviyyələrdə, müxtəlif yaşlarla işləyən və canlı ünsiyyətə və praktikaya üstünlük verən müəllimlərə üstünlük veririk biz də, onları seçirik. Yəni yerli müəllimlərdir bunlar. Aydındır. Söhbətimizi davam etdirəcəyik. Bir daha xatırladıram ki, bugün məhz Knowledge Akademinin PR və eyni zamanda marketinq direktoru Səbinə Muradova studiyamızdadır. Biz bugün xarici dilini öyrənməklə bağlı suallarımızı ünvanlayırıq Səbinə xanıma. Əgər hal-hazırda bizə qulaq asan dinləyicilərimiz varsa, istəyərdim ki, müraciət etsinlər Knowledge Akademiyaya. Səbinə xanım şəxsən yəni sizin suallarınızı cavablandıracaq. Ola bilər ki, indi radiodan demək biraz çətindir və yaxud yazmaq çətindir sizə. O zaman mən tövsiyə eləyərdim ki, birbaşa müraciət eləyəsiniz və təbii ki, sizi maraqlandıran bütün suallara Səbinə xanım cavab verəcək. Təbii ki, uşaqlarla, böyüklərlə bağlı xarici dil öyrənmək bir qədər fərqlənir. Yəni çünki bu sözün kökündə uşaq dayanır. Yəni uşaqlarda başqa cür olur, böyüklərdə başqa cür və bir də təbii ki, xarici dil öyrənmək məqsədiniz də burada əsas olaraq götürülür. Nə məqsədlə öyrənmək istəyirsiniz və ona uyğun da sizə bu dil tədris olunur. Dil deyərkən xarici dillər bunlar İngilis, Rus və Alman təbii ki deyil. Burada fransız dili də nəzərdə tutulur, Çin dili nəzərdə tutulur, Türk dili nəzərdə tutulur. Bəli, yəni xarici dillər çoxdur. Ona görə hansı dili öyrənmək istəyirsinizsə, buyurun müraciət eləyə bilərsiniz məhz Knowledge Akademiya. Reklamlarımız olacaq. Qısa reklam arasından sonra söhbətimizi təbii ki davam etdirəcəyik. Əgər sualınız yaranacaqsa, buyurun yazın, göndərin 055 93 490 93-ə. Səbinə xanım, dinləyicilərimiz soruşurlar ki, yaxşı, dil kursları çoxdur, mərkəzlər çoxdur, hər kəs təklif edir öz qiymətlərini. İndi mən də sizə o sualla bağlı müraciət etmək istəyirəm. Ümumiyyətlə, yəni qiymət strategiyasını Knowledge Akademi necə qurub, necə tənzimləmisiniz bu qiymətləri ki, hər kəsə əl çatan olsun? Yəni qiymət strategiyasını məncə təqdim eləyəndə hamının eyni bir üsulu var da. Öncə bazarı araşdırırlar, qiymətlər öyrənilir və sonra bu qiymətlərin əsasında ortalama bir qiymət çıxarılır. Yəni nə çox yüksək bir qiymət, nə də ki çox aşağı. Çünki bilirik ki, burada həm səviyyəni qorumaq üçün, həm xərcləri ödəmək üçün müəyyən bir qiymət çıxarılmalıdır. Bu da təbii ki, mövcud qiymətlərin əsasında ortalama bir qiymət çıxarılır. Burada bu cür gedir. Aydındır. Yəni demək olar ki, eynidir. Bütün dil kursları kimi sizdə də qiymətlər eynidir, stabildir. Bir də sizdən soruşmaq istəyirəm. Məsələn, əgər qiymətlərdən danışmışsınız, kimlərə qiymətdə bir balaca güzəşləriniz olur? İmtiyazlı məsələn burada ailələr bəlkə var. Bir balaca deyil. Məsələn, bizdə bir layihəmiz var və biz yaranan gündən biz bu endirimi kampaniyanı elan etmişik və indiyəcən də davam edir və inşallah ki, uzun müddətə davam eləyəcək. Biz şəhid və qazi ailələrimizin övladlarına 50% endirim qoymuşuq bu kampaniyanı və bu davam edir. Təşəkkür edirik buna görə sizə. Bu məncə təşəkkür ediləsi bir şeydir. Bu bizim borcumuzdur. Çünki biz çox şeyi onlara borclu olduğumuz üçün və biz də belə bir necə deyimsə bu davam eləyəcək. Bəli, bu davam eləyəcək. Bundan başqa biz çalışmağa, fəaliyyətə başlayandan media işçiləri üçün 30% endirimli bir kampaniya keçirtmişik və orada media işçilərimiz hal-hazırda bizdə var. Jurnalistlərimiz təhsil alan və bu gün dünəndən isə, ayın 1-dən isə Mart kampaniyası başlayıb bizdə. Bəli, bahar kampaniyası. Bahar kampaniyası, bəli, fərdi dərslərə 20%, qrup dərslərinə isə fərdi dərslərə 30%, qrup dərslərinə isə 20% endirimlə kampaniyamızdan yararlana bilərlər. Martda da bayramlar çox olduğuna görə bəli, istifadə eləyə bilərlər bu istirahət günlərindən. Aydındır. Deməli, media işçilərinin övladları da bu kampaniyadan yararlana biləcəklər. Əla. Səbinə xanım, qeyd etdiniz ki, offline, online şəkildə, yəni tədris davam edir sizdə. Yaxşı, olurmu ki, məsələn, iş yerlərində də iş baxımından çıxmaq yəni imkanları olmur bəzən kiminsə və yaxud da ki, evdə xanımlar var ki, uşaqlarla, kiçik yaşlı uşaqlarla məşğul olurlar, onların kursa getmək imkanları olmur. Məsələn, evə təyin edirsiniz müəllim. İndi ilk olaraq mən sizə iş yerindən danışım. Bizim bir xüsusi tədbir təlimimiz var bizim. Təlim kursumuz var. Bu Business English.
təlimidir. Bu xüsusilə şirkətlər üçün yaranıb. Yəni şirkətlər üçün hansı anlamda şirkət rəhbərləri əməkdaşlarının ingilis dili və yaxud da ki, alman dili, xarici bir dili öyrənməsini istəyirlər. Amma ki, bu dəqiqə bu əməkdaşları harasa göndərməyə bu həm fəaliyyətə mane olur, həm də ki, iş rejimini pozur da. Bunu pozmamaq üçün biz onlara belə bir təlim təklif edirik. Business English. Biz korporativ xarici dil. Biz gedirik, bizim müəllimlərimiz şirkətə gedir və orada müəyyən olunmuş şirkət tərəfindən müəyyən olunmuş saatlarda, günlərdə onlara dərs verirlər. Dərs keçirlər, xarici dildə dərs keçirlər. İkinci məsələ, sizin dediyinizə gəlsək, kiçik yaşlı, sadəcə kiçik yaşlılar deyil. Elə insanlar var ki, sırf evdə dərs keçirmək istəyir. Çünki onun üçün o daha rahatdır. Komfortludur. Bəli, komfortludur. Bəli, belə bir evində müəllimlər tədris edirlər. Bəli, gedirlər müəllimlərimiz tədris edirlər. Yəni müəyyən olmuş günlərdə, saatlarda dərslərini deyirlər. Əla, hər cür imkan demək olar ki, yaradırsınız ki, yetər ki, istəsinlər. Bəli. Yetər ki, xarici dil öyrənməyi istəsinlər. Gəlin elə bundan davam eləyək. Məsələn, dil bilikləri ümumiyyətlə insan üçün nəyə görə lazımdır? Karyera üçün daha çox sizə müraciət eləyirlər. Yəni əslində belə danışaq, istənilən bir şeyi öyrənəndə xarici dil götürək. İndi bizim mövzumuz xarici dildir. Həm karyera üçün, həm təhsil üçün çox önəmli rolu var, çox böyük rolu var da. Təhsildə bir nömrəli. Məsələn, mən özüm Bakı Slavyan Universitetini bitirmişəm. İlkin olaraq rus dilini bitirmişəm. Və bilin ki, bu mənim bu xarici dil bilim, bəli, rus dildə xarici dil hesab edilir, xarici dildir. Bəli. Mənbələrə çıxış. Tələbələr üçün ən yaxşı olan, ən lazım olan nədir? İnformasiya. Elə informasiya var ki, o Azərbaycan dilində yoxdur. Bəli. Bu ədəbiyyatda var, bəli. Bu mənbələrə çıxış, bu ədəbiyyata çıxış xarici dilləri biliyindən keçir. Bu yoldan keçir. Karyeraya gəlincə, tamam, gəlin belə bir şey danışaq. Xarici şirkətdə işləmək istəyir. Hətta xarici şirkəti qoyun bir tərəfə. Yerli şirkətlərdə də xarici dil biliyi olan əməkdaşlar avantajlı sayılır, üstün sayılır. Ona görə yox ki, onlar üstün deyəndə biraz belə kobud çıxdı. O da deyir, sadəcə şirkət üçün daha çox iş görə bilər. Daha ümumiyyətlə müraciətdə ən çox demək olar ki, üstünlük veriləsi bir detaldır bu. Hansı xarici dilləri bilirsən? Yəni işə qəbul zamanı təbii ki. Yəni orada söyləndə elan verəndə də verirlər ki, xarici dil biliyi üstünlükdür, xarici dil biliyi arzu olunandır. Bəli, o cümlədən də bəli, karyera qurmaq istəyənlər üçün də ayrıca bir imkanlar yaradır. Dil bilikləri həm də eyni zamanda təhsilin özündə də. Özü üçün də. Baxın, insanlar xaricdə təhsil almaq istəyirlər. Okay, xarici təhsil almaq istəyən insan da ingilis dilini və yaxud da başqa bir dili öyrənməli və o dil səviyyəsi üzrə imtahan verməlidir. Yəni bizdə də ən çox imtahan verilən IELTS və TOEFL-dır. Neçənci sinifdən artıq müraciətlər olur buna? Yəni sırf təhsil üçün. Keçən dəfə bir söhbət oldu ki, hansı sinifdən hazırlaşmağa başlamaq lazımdır da. Mən elə gəlir ki, çatır da heç olmasa. Çatır, hə. Mən elə gəlir ki, 9-cu sinifdən, 8-9 daha yaxşıdır. Həm artıq proqram insanın beynində, həmin o uşağın beynində, valideynin beynində bu insan harda oxuyacaq, təhsilini harda davam etdirəcək formalaşır, bu fikir formalaşır. O fikirdən də irəli gələrək hansı imtahana hazırlaşması gərəkdiyi formalaşır. Səbinə xanım, biraz çətinliklərdən istəyirəm sual verim. Əslində bilmirəm necədir hal-hazırda? Məsələn, təhsil tutaq ki, belə deyək, xaricdə təhsil alıblar, qəbul olublar və müəyyən bir çətinliklər yaşana bilirmi ki, onlar təhsillərini yarımçıq qoyub qayıtmaq məcburiyyətinə qalırlar? Yaşanıbmı belə bir praktikada? Əslində qalsa mən öz mərkəzimizin təcrübəsindən demək istəyərdim. Yəni çox böyük bir fəxrlə deyə bilərəm ki, bu fəaliyyət göstərdiyimiz 6 ay müddətində heç kim bizim kursu yarımçıq qoyub getməyib. Hə, yarımçıq qoymaq deyəndə ara veriblər, fasilə veriblər. Yəni iki tələbəmiz əməliyyat olduğu üçün başqa səhhətlərinə bağlı. Səhhətlərinə əlaqəli ara veriblər. Yəni belə bir şey olub. Amma tamamilə yəni bu öyrənmə prosesində elə bir çətinliklə qarşılaşmır. Çətinlik yaratmır. Geri qayıdanda da, geri dönəndə də sadəcə müəyyən bir müddəti keçən dərslərin üzərindən keçirilib və davam olunub kurslara. Yaxşı, digər sual da o zaman verim. Dil öyrənərkən bəzən də oradan biz də söylədik ki, hər kəs fərqlidir. Fərqli götürür. Hərənin bir cür mənimsəmə, yəni potensialı var. Biri tez götürürsə, digəri biraz zəif. Ona görə də olurmu ki, tələbələr və yaxud şagirdlər arasında bir balaca ruhdan elə bil ki, o
o ilk vaxtlarda düşürlər. Yəni siz onlarda bir motivasiya yaradırsınızmı buna qarşı? Samir xanım, ilkin olaraq bax o şey yaramamaq üçün, ruhdan düşməmək üçün, demotivə olmamaq Yəni üçün. mən bunu öyrənə bilməyəcəm. Çox çətin gəlir. Olur, niyə olmur Geri ki? durmaq istəyirlər. İnsanıq, hamımızda olur elə, hər birimizdə Bəli. olur elə bir şey. Bax, elə bir şeylərin, halların yaşanmaması üçün biz eyni səviyyədə olan insanları bir yerə yığırıq. Məsələn, ona görə də orada dil səviyyələri var. A1 olsun, A2 olsun, B1, İlk vaxtlarda onu müəyyənləşdirirsiniz. Müəyyənləşdiririk mütləq şəkildə. Əgər mənimlə sizin dil səviyyəmiz eyni deyilsə, təbii ki, mən sizinlə bir masada oturanda, bir dərs otağında oturanda siz daha yaxşı danışırsınız, məndə kompleks yaranacaq. Və mən artıq demotivə olacağam və ikinci, üçüncü dərsdən sonra bir addım, iki addım geri çəkiləcəm. Ona görə də şagirdləri bir yerə, tələbələri toplayanda sırf eyni dil səviyyəsində olmasına xüsusi diqqət yetirilməlidir. Və əgər baxırıq ki, ilkin olaraq bu belə idi, amma sonra bunun mənimsəmə qabiliyyəti biraz zəifdir və mənimsəmə biraz gec gedir, o zaman ona qrupu dəyişməyi təklif edirik və yaxud da ki, fərdi dərs keçməyi təklif edirik. Təbii ki, orada heç bir şeyə toxunmadan, yəni xətrinə dəyməmək şərtinə. Aydındır. Bu lap məktəbə qədər hazırlığa bənzəyir. Yəni uşaq bağçasına bənzəyir hardasa. Yəni fərqli qruplarda təhsil alan və yaxud da ki əslində elə yanaşmaq lazımdır. Gününü keçirən uşaqlar da olur. Məsələn, Smart Education bağçalar şəbəkəsi bu metodikanı çox gözəl, əla idarə edirlər. Mən sizə deyim ki, bir neçə filiallarla fəaliyyət göstərirlər. Gəlincək, Suna və Minika, Piramida, ən çox da ölkəmizdə bir çox bağçaların deyərdim ki, Nazirlər Kabinetinin nizamnaməsinə uyğun olaraq qurulmasına bir dəstəkləri də var. Onların bağça xidmətlərindən əlavə şirkət uşaqların fiziki və mənəvi inkişafı üçün də xidmətlər göstərir. Balacalarımızın böyük dünyasına açılan qapıdır Smart Education bağçalar şəbəkəsi 050 988 30 62. Təhsil, qayğı, əyləncə bir aradadır. 050 988 30 62. Söhbətimizi davam etdiririk. Knowledge Akademinin və PR və eyni zamanda marketinq direktoru Səbinə xanım Muradova ilə söhbətimiz davam edir. Dil kursları ilə bağlı danışırıq. Dil öyrənmək baxımından nə çətinliklər var, bunların hamısını öyrənməyə çalışırıq. Dil öyrənməyə hansı yaşda başlamaq lazımdır? Bu dinləyicimizin sualıdır Səbinə xanım. Orada təşəkkür edirik bu suala görə. Təşəkkür suala görə. Dil öyrənməyə bayaq biz dedik artıq o sualı ki, orada yaş fərqi yoxdur. Bizdə 7-dən 77-yə. Məsələn, daha tez neçə yaşına qəbul edirsiniz? Yəni vallahi bizim tələbəmiz var, 7 yaşı var və tələbəmiz var ki, 56 yaşı var. Yəni heç kəs üçün nə gec, nə tez deyil. Amma optimal bir yaş götürürüksə, mən yenə də deyərdim ki, 7-ci, 8-ci sinifdən. 7-8-də daha yaxşı. Daha yaxşı götürmək olur. Eyni anda bir neçə dil öyrənmək olarmı? Bəli, olur. Çox da rahat. Məsələn, bizim bir tələbəmiz həm ingilis dili, həm alman dili öyrənir. Bizim kursda. Yəni eyni anda. Qarışdırmır, çox da rahat. Heç də qarışdırmır və çox da rahat da öyrənir. Aydındır. Xarici dili bilmək üçün xarici dil bilmək şəxsi inkişafa təsir edirmi? Bu da dinləyicimizin sualıdır. Həm də necə təsir eləyir? Bir, insanda güvən yaranır. Bu mənim şəxsi fikrimdir. Yəni insan xarici dil bildiyi halda çox güvənli olur. Yəni güvənli olmaq üçün şərt deyil ki, əgər mən bir xarici dil bilmirəmsə, tamam mən güvənsiz biri olmalıyam. Yox, elə deyil. Sadəcə bu daha da güvəni artırır, özünə güvəni artırır və bu insanda təfəkkür fərqli inkişaf eləyir. Yəni daha yaddaşı daha güclü olur. Yəni həm öz nizam-intizam olur bir qayda olaraq. Yəni çünki bir şey öyrənməyə başlayanda sən onu mütəmadi öyrənməyə davam eləyirsən və bu səndə istər-istəməz nizam-intizam yaradır. Və beynində qoyanda ki, mən həftədə 3 dəfə bunu eləməliyəm, səndən qeyri-ixtiyari olaraq bunu eləməyə başlayırsan artıq. Nizamlı olursan, intizamlı disiplinli. Bəli, disiplinli olursan və bu həm də ki, dünya görüşünün artmasına səbəb olur. Və çünki əgər xarici dil öyrənirsənsə, bu dildə kitab oxumağa başlayırsan. Fərqli və bir şey var ki, mən bunu həmişə fərqlə deyirəm ki, yəni bir yazıçının kitabını onu ana dilində oxuyanda sən tamamilə fərqli bir şey başa düşürsən. Onun tərcüməsini oxuyanda tamamilə fərqli bir yanaşma olur. Yəni istənilən kitabı, hətta Ulu Öndər Heydər Əliyevin bir sözü var ki, mən istərdim ki, bizim gənclərimiz Nizamini Azərbaycanca, Puşkini Rusca və Şekspiri ingiliscə oxusunlar. Bəli, çox doğru. Yeri gəlmişkən yaxşı bir məqama toxundunuz. Çünki xaricdə təhsillə də bağlı bilirəm ki, bir xidmətiniz var. Xaricdə təhsilini davam etdirməyi olsun, yəni magistratura baxımından bakalavr fərq etmir. Necə düşünürsünüz? Tələbələrimiz hazırdırlarmı xaricdə təhsil almağa? Yəni
hər baxımdan bu dünya görüşündən danışdınız deyə mən o baxımdan. Əslində qalsa çox bizim mən də öz şəxsimə deyirəm onu. Bizim nəslin nümayəndələri hamıdır ki, bu Z nəsli çox fərqlidir. Mən Z nəsli ilə fəxr edirəm. Niyə görə? O qədər rahatdılar ki, o qədər belə hər şeyə çox sakit, rahat yanaşırlar ki, yəni ona görə sırf elə bu nəsil hazırdır xarici təhsil almaq Deyirsiniz, üçün. layiqli təmsil eləyə bilərlər. Biləcəklər. Yəni eləyirlər də hətta. Yəni mənim özümün qohumum bu dəqiqə Türkiyədə Bilgi Universitetində ingiliscə təhsil alır. Sırf PR marketinq üzrə. Yəni baxıram ona, bizim dövrümüzdə bu qədər resurs yox idi. Bizim dövrümüzdə bu qədər çıxış yox idi. Bəli, bəli. Hazırda onlar hazırki nəsil üçün o qədər ədəbiyyata, o qədər elmə, o qədər resurslara çıxış var ki, yəni bunlardan istifadə eləməmək məncə artıq günahdır. Və onları bunu sövq eləmək ki, gəlin bundan istifadə edin, bu məncə daha doğrudur. Əslində siz bunu qiyabi olaraq edirsiniz. Getməzdən də əvvəl xaricə. Təbii ki. Dediniz ki, bayaq Çünki məsələn onlar kitablar xarici əsasında imtahanlara hazırlaşırlar, xarici dil imtahanlarına hazırlaşırlar və artıq onlar məsələn Türkiyəni götürək. Türkiyədə imtahan vermək, oxumaq üçün ilkin olaraq biz orada xarici vətəndaş sayıldığımız üçün təbii ki, ilkin bir ilimiz gedir o türk dilini öyrənməyə. Və artıq əgər burada türk dilini öyrənib TÖMər-i, PYS-ni burdan artıq öyrənmiş gedirlərsə, onlar hazırlıqlı gedirlər və artıq orada bu imtahanı vermək zorunda qalmırlar, məcburiyyətində qalmırlar. Və artıq bir ildə itirmirlər buna görə. Qəbullar başlayıb artıq, qeydiyyata başlayıb. Bəli, başlamısınız, start vermisiniz artıq. Ən çox hansı ölkələri seçirlər? Böyük Britaniyanı, və Türkiyəni. Ən çox sözün düzü ilkin olaraq biz başdan çoxu Türkiyəni seçirdik. Amma artıq bizim yəni biraz sevindirici haldır ki, genişləndiriblər coğrafiyanı. Daha çox Almaniyaya, daha çox və təzəliklə Koreya universitetlərinə maraq çox böyüyüb. Yəni bunu qeyd etmək istərdim. Koreya dilinə də ümumiyyətlə maraq. Koreya dilinə də çox böyük belə maraq, axın var. Həqiqətən də. Baxın, ingilis olsun, Çin olsun, Alman olsun, Koreya dili olsun, World Career peşə mərkəzində də bu dillər həm onlayn şəkildə, offlayn şəkildə aparılır. Müəllimlər də evə təyin edirlər. Mən istəyərdim ki, WhatsApp nömrəsinə dinləyicilərimiz maraqlansalar, Nəriman da yerləşir, yəni mərkəz, əlaqə saxlaya bilərlər, yaza bilərlər. 055 674 72 30. Fürsəti qaçırmasınlar. Mən biləni bu mart ayında da müəyyən bir endirimlər təbii ki, dinləyicilərimizə şamil olunacaq. İndi bizə qulaq asan dinləyicilərimiz, Sağlam Radionun dinləyiciləri, əgər Səbinə xanıma da müraciət etmək istəsəz, Knowledge Akademiya, mütləq şəkildə qeyd edin ki, radiodan dinləmisiniz və daha sonra artıq sizə elə həmin andaca təbii ki, Səbinə xanımın müəyyən bir endirimi olacaq. Təbii ki, təklif etdiyi ancaq o ola bilər Səbinə xanımın ki, xarici dil kurslarına müəyyən bir endirimlər, daha sonra xaricdə təhsillə bağlı müəyyən bir orada məsələn müəyyən bir endirimlər nə də eləyə bilərsiniz? Əslində bu dəqiqə bizim bayaq da qeyd etdiyim kimi bahar kampaniyamız başlayıb. Yəni bundan yararlanıb fürsəti qaçırmayın. 050 203 0983 nömrəsinə WhatsApp-na yazaraq, zəng edərək, qeydiyyatdan keçərək bu kampaniyadan yararlana bilərsiniz. Aydındır. Bəli, elə buradan başlayaraq istəyirəm davam edək söhbətimizi. Bəli, var. Belə bir bizim Yaşad Fondu ilə razılaşmaya əsasən Yaşad Fondunun bizə yönləndirdiyi şəhid və qazi ailələrinin övladlarına xarici dil öyrədirik, tədris edirik və artıq belə bizim 3-4 tələbəmiz var və danışıqlara əsasən davamı da gəlməlidir. Yəni bəli, biz düşünürük ki, bayaq da dediyim kimi onların qarşısında olan borcumuz böyükdür və bu cür əlimizdən gələni etməyə çalışırıq. Bəli, amma təbii ki, bir neçə tədbirləriniz, layihələriniz də bildiyim qədərilə olub keçən günlərdə. Tədbirlərimizlə əlaqəli deyə bilərəm. Məsələn, martın 1-də Business Award 2024 keçirildi bu Tapalasda. Biz orada Knowledge Akademiya olaraq iştirak elədik və öz xidmətlərimizi təqdim elədik. Bundan əlavə biz məsələn sabah hələ yeri gəlmişkən İqtisad Universitetində 8 marta aid olan xanım tələbələr üçün, qız tələbələrimiz üçün təşkil olunan tədbirdə iştirak eləyəcəyik. Orada mükafatlandırma olacaq fərqlənən tələbələri və biz də onların xarici dil biliklərini artırılması üçün, xarici dil biliklərinin nəyə lazım olduğunu belə anlatmaq üçün orada iştirak edəcəyik. İnşallah. Mən belə başa düşürəm, planlarınız çoxdur, layihələriniz çoxdur və ən əsas da iş
işiniz daha çox xarici dil öyrətməklə bağlıdır. Xaricdə Bəli. təhsil almaq istəyən tələbələrə müəyyən bir şərtlərlə Yönləndirməli, köməklik bəli, göstərirsiniz. Buyursunlar, müraciət etsinlər. Təbii ki, və Knowledge Academy. Bax belə gedir. Tədris mərkəzinin adı. Maraqlanan da bilərlər. Instagram səhifələri də var. Gənclik metrosunun yaxınlığında yerləşirik. Həm Instagram səhifəmiz var, həm saytımız var, həm də ki, bir daha təkrar edirəm, 050 203 09 83 nömrəsinə həm WhatsApp-dan yazaraq, həm də zəng eləyərək bizimlə əlaqə yarada bilərsiniz. Bax belə, xarici dil öyrənmək heç vaxt gec deyil. Buyurun, müraciət edin və əlaqə saxlayın. Təbii ki, xarici dil öyrənməkdə ən əsas da insanın bir heç olmasa bir bazası olsa daha rahat olacaq onun Amma üçün. sıfırdan da olsa problem deyil. Müəllimlərimiz bunun da öhdəsindən gəlirlər. Müəllimlər də maşallah keyfiyyətli, həqiqətən tədris Təcrübəli verirlər, müəllimlərdir. təcrübəli müəllimlərdirlər və ən əsas da necə deyirlər, hər bir insana uyğun olaraq, onun xüsusiyyətlərinə Fərdi uyğun olaraq yanaşmaya əsaslanan proqramla, metodika ilə dərs keçirirlər. Biraz da fərqli deyəsən metodikanız var. Bayaq söylədiniz ki, hətta sinema klublarda belə Bəli, tədris yəni olur. bizdə əsas odur ki, praktik olsun dərslər və ona görə də o praktikada nədən mənlər gəlir? Danışıqdan və onun istifadəsindən. Ona görə də həm conversation klublar, həm sinema klublar yerinə yetirilir. Belə. Olur. Təşəkkür edirik. İşinizdə Buyurun. uğurlar arzulayırıq. Təşəkkür Səbinə edirəm xanım. dəvət üçün. Sağ olun. Biz təşəkkür edirik. Beləcə yekunlaşdırırıq bugünkü sağlam təhsili. Xatırladıram ki, Ənd Tədris Mərkəzi Smart Education bağçalar şəbəkəsi və Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə proqramımız başa çatdı. Sabah da maraqlı qonaqlarımız olacaq burada. Odur ki, saat 11-12 arası olan proqramımızı xüsusi diqqətlə dinləyin. Sağ olun, salamat qalın.